Bismillah, maliyyə dahiləri, asanlıqla pul qazanan bürclər, 12-ci yerdən 1-ci yerə qədər. Maliyyə dahiləri pul qazanmaqda ustad bürclər, 12-dən 1-ə doğru. 12-ci yer tərəzi, pul qazanmaq bacarığı var, amma qərarsızlıq və rahatlığa meyl qazancı azalda bilər. 11-ci yer balıq, xəyalpərəstdir, pul gəlir, amma tezdə xərclənir, planlama zəifdir. 10-cu yer qoç, qazanır, amma riskli addımlar ucbatından pulu saxlamaq çətin olur. 9-cu yer şir, pul cəlb edir, amma lüksə çox meyilli olduğu üçün tez xərcləyir. 8-ci yer xərçəng, pul yığmağı bacarır, amma böyük qazanc üçün risk almaqda çətinlik çəkir. 7-ci yer ox atan, şanslıdır, pul gəlir, amma sabitlik problemi var. 6-cı yer dolça, yaradıcı ideyalarla pul qazana bilər, amma davamlılıq zəifdir. 5-ci yer əkizlər, ağıllı və çevikdir, müxtəlif yollarla pul qazanmağı bacarır. 4-cü yer qız, hesablı, planlı və diqqətlidir, pul itirmir, yavaş-yavaş artırır. 3-cü yer buğa, pul maqnitidir, səbirli və sabit addımlarla sərvət qurur. 2-ci yer oğlaq, əsl strateg, uzun müddətli planlarla böyük pullar qazanır. 1-ci yer əqrəb, maliyyə dahisi, riskləri düzgün idarə edir, böyük pulları cəlb etməyi bacarır.